Telekom, dəyərli izləyicilər və dəyərli müştərilərimiz, gördüyünüz kimi bu günləri Pirallahar rayonunda 2 mərtəbəli gördüyünüz kimi möhtəşəm bir proyektdən mövcud fərdi aşaşılatı işləri tamamlamaq üzrədir. İnşallah ustalarımız işləyir ətrafda. Keçib içəri daxil olub sizinlə içərisində inşallah. Hansı ki, çıxarmamız 15 sm şaqıdır, 30 pildən üstündə. Bu, müxtəlif rahat çıxarmaq üçün yaşlı adamları nəzərə alaraq flaşetka vermiş ki, daha birinci flaşetka versin. Sonradan davam edeyim. Deməli, hansı ki, həmişə bunu önəm vermək lazımdır. 16 aktiv kampaniyalarımız 6 filizdən ibarət olan 1 metriyə 10 sm bir təmiz 8-lik kartinkadır. Və bu da mütləqdir ki, hər hörgün arasında kartinka buraxılmalıdır. Bunu hər bir fərdi aşaşırında diqqət şəkildə nəzarət etmək lazımdır. İstəyir ev sahibi tərəfindən, istəyir usta tərəfindən, istəyir rəhbər tərəfindən. Toku qoşun oradan. Gəlin. Deməli, bu da mərtəbəyə artıq daxil oldu. Gördüyünüz kimi mərtəbədə artıq hörgü işlərimiz açıq payasa nöqtəsindən satıqdır. Ustalarımız həqiqətən çox mükəmməl, çox səliqəli tikintimizi icra ediblər. Hansı ki, rəhbər olaraq mən şəxsən bu işi çox bəyənirəm. Çünki düzgün və səliqəlidir. İstər bağlantı şovları olsun, hər bir yerdə bağlantımız qaydasındadır. İstər o divarda bağlantımız olsun. Yenə mövcud olan kolonumuz, çölməyə kolonumuz, yenə mövcud olaraq, yəni bir yerdə yox, bütün kolonlarda baxır 1 metrə 10 sm vermişik və mütləqdir ki, 3 daşlarında birinə armaturlar vurmuşuz. Hörgü zamanı altında qalır. İnşallah bunun betonunu töküb son nəsil sizdən bölüşəcəm. Bizim də xərcimizdə inanın lanşatın çıxartdırıb, sizinlə çəkişdə inşallah paylaşacaq. Bir dənə yerlərə basın geçsin. Hadi məğrur altında olursa, nə var? Onları qoymuşam. Sən basılan dedik ya.